2023-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civestinə, nisbi rütubət isə gecə 60-65%, gündüz 45-50% təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarında qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərində duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25 dərəcə, gündüz 30-35 dərəcə isti. Dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25-28 dərəcə isti olacaq.